Bir sıra səbəblər var. Məsələn, xərçənglər mən tələbə olanda yadımdadır ki, ən çox rast gəlinirdi yetkinlik 40-45-dən sonra. Xüsusilə qadınlarda daha çox. Yəni, biz kitab oxuyarkən belə oxuyurduq və həqiqətən də müəllimlərimiz xəstəmə görürdük ki, daha çox bu yaş devrində olan xəstələrdir. Amma mən şəxsən 40-ı çıxmamış uşaq əməliyyat eləmişəm. Qalxanvari vəzin xərçəngindən. Baxın, yeni doğulmuş. Təzə doğulmuş. Bəli. Körpə uşaqlar hədsiz. İstər zəhərli zob olsun, istər xərçəngi olsun, istər düyünlür olsun və s. Genetik irsi keçmə metodundan Genetik də ki, adətən sonradan yaranması. Yox, genetik keçmə adətən qalxanvari vəzin bir növ xərçəngi var, medulyar xərçəng. Onlar məsələn ailə üzvlərində rast gələ bilir. Amma məsələn populyar növ xərçəngləri də mənim bir neçə ailə var əməliyyat elədiyim, ailənin 4, 5, 6 üzvündə əməliyyat eləmişəm, hamısında xərçəng. Müxtəlif yaş qruplarında. Amma bu son zamanlar gənclər arasında yaranmağının səbəbi, məsələn, araşdırma aparırsan ki, nə atada yoxdur, nə anada yoxdur, nə yaxın qohumlarda yoxdur, amma uşaqda zob var. Və təbii ki, bu, ümumiyyətlə, bütün həkimlər bu xərçəng xəstəliyin yaranmasını əsasən əlaqələndirirlər ətraf mühitdə şüalanmanın artmağından və qidalanmanın süyniliyindən. Bəli, qida süyniliyi hansı ki, valideynlər də əslində buna çox ciddi yanaşmır. Bəzi qidaların ümumiyyətlə müəyyən yaşda verilməsi qəti qadağandır deyə anlayışını qəbullana bilmirik.